Hər kəsə salam. Bugün Photoshop'un güclü alətlərindən biri olan Healing Brush tool'un bəzi xüsusiyyətlərini və istifadə qaydalarını nəzərdən keçirəcəyik. Healing Brush tool'u biz ləkələri silmək və bəzi dəri düzəlişləri etmək üçün də istifadə edə bilərik. Bu alət digər hissələrdən nümunələri götürərək bizim ehtiyacımız olan sahədə düzəlişləri etmək üçün bizə rahatlıqla köməklik göstərə bilər. Gəlin Healing Brush tool'un istifadə qaydasına birlikdə baxaq. Biz burada Healing Brush tool'umuzu seçmək üçün ya toolbardan istifadə edə bilərik, ya da Healing Brush tool'un shortcutu olan J hərfindən istifadə edə bilərik. Biz tool'dan istifadə etmək üçün ilk öncə altı basılı tutub düzəliş etmək istədiyimiz sahəyə bir növ tool'umuzu tanıdırıq. Altı basılı saxlayıb tool'a sahəmizi tanış etdikdən sonra artıq biz burada müəyyən düzəlişlərimizi edə bilərik. Eynən bu şəkildə istədiyimiz sahəyə düzəliş edərək şəklimizi qüsursuz hala gələ biləcək bir formaya çevirə bilərik. Artıq bizim şəklimiz ideal və qüsursuz haldadır. Bugünlük bu qədər. Növbəti tool'larda görüşənədək.